Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördük kanalımda. Bu günləri Türkiyə Süper Liqa deyil. Türkiyə Kuboku yəni ki Türkiyə Kupası, Ziraat Türkiyə Kupasında Galatasaray Başakşehir oyundayıq. Qrup oyunlarıdır. Galatasarayın ilk oyunudur öz meydanında. Galatasaray bu günləri rotasyonlu oynayacaq. Qapıda Günay var. Kazımcan var, Abdülkerim, Arda, Şalay, Sara, Gökdeniz var. Ondan sonra Ahmet Kutucu, İlkay, Sane ve qabaqda Mauro, Emanuel, Icardi. Oyun başlayırıq dostlar. Oyuna keçməmişdən qabaq inşallah bir maraqlı oyun olar, qələbə qazanar. Kupa oyununa qələbə ilə başlayarıq. Rotasyonlu heyətlə çıxıb Galatasaray. Amma ona baxmayaraq, yəni belə rotasyonlu da çıxsa, yenə Başakşehirdən yaxşı heyətdir, rotasyonda olsa da inşallah qələbə qazanar. Hakimlər danışılmaz. Okan Buruk rotasyon eləyib, istirahət verib. Onsuz Mauro Icardi yoxdur. Afrika kupasındadır. 1-2 həftə, 2-3 həftə falan olmayacaq. Son ilk dövrənin son oyununda Kasımpaşa ilə oyunda da olmayacaq. Bir də ikinci dövrənin oyunları başlayanda gələcək Osimhen. İnşallah Icardi günləri də lap özünü görsədər. Yavaş-yavaş düzəlməyə başladı Icardi. Qollar Icardi'dən gələr inşallah günləri. Qələbə ilə başlayarıq qrupdakı oyunlara. Keçək oyuna dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin. Yorumlarınızı, fikirlərinizi yazın. Bildirimləri açın. Videolar paylaşanda sizə bildirim gəlsin. Takipçi az gəlir. Onu video izlənmələr azdır. Biraz takipçi video izlənmə olsa abunə kanalım biraz böyüyər. Keçək dostlar oyuna. Görək nələr olacaq. Oyun başlayıb Galatasarayın atakı İlkay itirdi topu. İlkay nəsə biraz şeydir. Birinci gələndə biraz daha yaxşı oynadı. İndi İlkay elə bil ki biraz rotasyon oyuncusu kimi olub İlkay. İlk 11-də məncə hələ ki oynaya bilmir. Oyunun bir itiribdi. Keçək oyuna dostlar. Dostlar 15 dəqiqədə oyun gedir. Galatasaray preslə oynayır. Baxmayaraq ki rotasyonda çıxıbdı. Sane yenə də 4 oyun olduğu kimi bu oyunda Sane yaxşı oynayır. Sara yaxşı oynayır. Ya Sara qəşəng ara paslar verir şeyə, yəni Saneyə. Şalay da yaxşı oynayır. Hələ ki qabaqda preslə oynayır. Başakşehir topa başlayanda Galatasaray pres eləyir. Hücumları var, qapıya zərbələr var. Şalayın yaxşı bir dənə qapıya zərbəsi vardı, qapıçı çıxartdı. Hələ ki Galatasaray rotasyonda olsa da yaxşı oynayır. Başakşehir qapısı qarşısında oynayır ki bu 3-cü kornerdir. Hələ ki Başakşehirin korneri də yoxdur, qapıya zərbəsi də yoxdur. Yaxşıdır. Prosta Sara əvvəlki kimi keçənki kimi yaxşı kornerlər kullanmır da. Keçənlər daha yaxşı kornerlər istifadə edir, kullanırdı. Bu illər nəsə çox zəifdir, çox yəni əvvəlki kimi deyil. Mənim fikrimcə sezon sonunda ola bilsin Sara da geçsin Galatasaray'dan. Sezon sonunda ama. Vur Ahmet Qaşan, gol. 1-0. Nəhayət Ahmet Kutucu. Əla 1-0. 22-ci dəqiqə Ahmet Kutucu'nun golü. Galatasaray 1, Başakşehir 0. Türkiye Ziraat Türkiye Kupasında. Bayaqdan gəlirdi Galatasaray onsuz. Demək olar ki tək qapı oynayırdı. Ara sıra Başakşehir gəlirdi. Başakşehir gəldi epizodlarda da, pozisyonlarda da belə çox ciddi təhlükələr yox idi Galatasaray qapısı qarşısında. Amma Galatasarayın ciddi təhlükələri, qapıya zərbələri vardı. Sanini çox yaxşı gətirdi. 1-2 top var amma sonda pas verdi və verdiyi pas oyuncular da pasla topla yaxşı oynaya bilmədilər üçün itirdilər topu. Ona da qapıda çox təhlükə yaratmırdı. Amma burada Sane'nin pasında asist Sane idi mənim fikrimdə. Sane'nin pasında Ahmet Kutucu o da biraz Sane'yə oxşar fason çəkdi, sağına vurdu. Qapısının yaxın küncünə, qapısının tutduğu köşədən atdı qola. Və oldu 1-0. Pres aldı Ahmet 2. Ahmet Kutucu 2. Mən danışa amma faul var deyəsən.
Ay, faul verdi. Burada ne faul vardı? Baxayala. Pres elədi, Galatasaray qabaqda pres elədi, preslə oynadı. Aldı, Ahmet Kutucu götürdü top. Baxay burada. Burada verdi pası. Burada Sara'nın bir faulü var. Baxay bir də. Hə, faul. Faul var, düzdür. Təmizdir, təmiz. Çünki Başakşehir oyuncusu Sara presə gələndə Başakşehir'in oyuncusu pası verdi. Pası verəndən sonra Sara onun ayağına bastı. Təmiz fauldur. Ayağına zərbəsi var. Dostlar, ilk hissə bitdi. İlk hissə Galatasaray 1, Rams Başakşehir 0, Ahmet Kutucu'nun qolu ilə 1-0 öndə götürür ilk hissəni. Birinci goldan sonra Galatasaray biraz yavaşladı, amma ataklar oldu. Sane qəşən ara paslar verdi. Sane bu gün həqiqətən yaxşı oynayır. Bir neçə 3-4 oyundur. Ahmet Kutucu da pis oynamır, amma hələ ki yəni Galatasarayın ilk 11 oyuncusu deyil Ahmet Kutucu. İlkay da yenə də yaxşı oynamır, çox toplar itirir. İlkay da oyuncusu, rotasyon oyuncusu kimi görürəm ki, artıq yaş öz sözünü deyir. City'də oynadığını oynayıb, indi burada həmənki oyunu göstərə bilmir. İndi bilmirəm, yaşdandır, nədənsə eyni oyun deyil. Birinci hissə qutardı 1-0 Galatasarayın üstünlüyü ilə. İkinci hissədə dostlar görüşərik. Videolarımı bəyənin. Kanalıma abone olun dostlar. İkinci hissədə görüşərik. Hara qaldırdı. O başdan bu başa, bu başdan o başa. Ver de pası. Ver de pası da. Şalay ver pası da. 50. dəqiqədir, 50. dəqiqə. Galatasaray yaxşı başlayıb. İkinci hissə başlamamış 3 oyuncu dəyişdirdi Okan Buruk Galatasarayda. Sanchez girdi. Torreira girdi, bir de Barış Alper. 3 oyuncu da çıxartdı. Ve ikinci hissə yaxşı başlayıb. Icardi'nin bir epizodu oldu, vura bilmədi. Yaxşı keçdi oyuncunu, amma ikinci oyuncu ayağını qoydu. Top kornerə getdi. İkinci hissəyə də yaxşı başlayıb. Bir golda, bir-iki golda vursalar rahat olaraq birinci həftəni Türkiyə kupasında birinci həftəni qələbə ilə başa vurarıq inşallah. Görək oyun gedişatı necə davam edəcək. Qəşəng Günay. Demək olar ki, Başakşehir'in 58 dəqiqədir şeylədi, etkili gəldi. İlk epizod ola bilər bu qapıya. Yəni ilk zərbəsi ola bilər. Dəqiq yadımda deyil amma. Fır. Icardi. Vura bilmədi onu Icardi ya. Üstünə vurdu, üstünə vurdu, üstünə. Tək vuruşudur, tək vuruşu vurdu, yaxşı vurdu, amma üstünə vurdu da. 2-0 olacaqdı. Qapısı da çıxdı da, bağladı, üstünə vurdu. Oradan da vurdu qapıya, yenə qapısı çıxartdı, halaldı. Amma üstünə getməsəydi daha yaxşı olardı, 2-0. Vursun da, vursun Icardi. Icardi vursun, olsun 2-0. Başqa heç vurmasın, Icardi. Başakşehir arda ikinci epizodda təhlükə yaradı Galatasaray qapısı qarşısında. Amma bunun birinci təhlükə yaratdığı epizodda fikrimcə offside var idi. Yardımcı hakem bayrağı qaldırmadı. Davinson Sanchez topu çıxartdı kornerə. Kornerdən də bir təhlükəli yaratdı. İkinci təhlükə oldu arda. Bu yaxşı şey deyil. Bu heç yaxşı bir şey deyil. İndi Yunus girəcək Galatasarayda. Yəqin Ahmet Kutucu'nun yerinə oyuna girer ya da Saran. Penal. Offside. Offside.
Offside olmasaydı məncə penal vardı orada deyəsən. Başakşehir penal qazana bilərdi. Burada kim idi buraxdı? Offside yoxdur burada deyəsən. Burada offside yoxdur deyəsən. Burada qəşəng topa müdaxilə elədi. Kimdir? Arda Ünyay. Burada qəşəng topa müdaxilə elədi. Burada da ayağına deyəsə vurmuşdu. Burada penal, offside yoxdursa məncə penaldır. Görə nə deyəcəklər? Deyəsən penaldır. Offside yoxdursa penaldır burada ikinci. Görə nədir? Mənim fikrimcə offside yoxdur. Yəni mənim gördüyüm qədərlə offside yoxdur. Başakşehir'in hücumunda. Offside yoxdursa burada Arda Ünyanın birinci ya ikinci topa toxunuşunda məncə o şeydir, penaldır. Çünki Başakşehirli oyuncusu birinci topa toxunur, o da onun ayağına deyəsin toxunur. Bir dənə o yaxından göstərsəydilər. Birinci offside-a baxırlar. Burada offside yoxdur. İkinci də ki baxırlar, offside yoxsa baxacaqlar penala. Nə gəldi? Offside. Görə offside görsəcək. Bir də ki dostlar, Türkiyə kubokunda bu şeydən var da var. Bu sezondan var da var. Yəni var da baxdılar, offside verdilər. İndi görə təkrarı göstərəcəklər, görə offside. Necə offside'dir bu? Yəni mənim gördüyüm qədərlə offside deyildi. Dostlar bitti oyun. Galatasaray 1-0 kazandı. 2-3 de olabilirdi. Şansları da vardı. Icardi'nin 1-2 şansı vardı vurmak için, vura bilmədi. 1-0 oldu. Oyuncu dəyişiklikləri də oldu. Fayda vermədi. Son dəqiqələrdə Galatasaray'ın səhvləri oldu müdafiədə. Müdafiədə səhvləri oldu. Başakşehir'in də sonlara yaxın yaxşı şansları oldu, amma Günay 2 dənə qəşəng top çıxartdı. 2 epizodda kafayla top vurduqları topu çıxartdı. İkincisi lap yaxşı idi. İkincidən topu çıxartdı. 1-0 oldu. Ahmet Kutsu'nun birinci hissədə atdığı golla 1-0 Galatasaray qələbə qazandı və birinci turda ilk qələbəsini qazandı. İlk oyun, ilk qələbə. Təbrik edirəm Galatasaray azərkeşlərinə, özümü də. Bitti. Bu kadar dostlar. İnşallah başka videolarda görüşmək ümidiyle. Kanalıma abone olun, videolarımı beğenin, yorumlarınızı yazın, bildirimleri açın ki paylaştığım videoları görəsiz, dəstək olasınız, abone olasınız, videolarımı izləyəsiz əsasda və yorumlarınızı yazasınız. Sağ olun dostlar, başka videolarda görüşərik.